Allah rəhmət eləsin hər birini. Böyle. Amin. Düz 5 yıl evvel böyle bu günlerde yani iyunun 4'ü. Biraz kardeşimizin şehadete görüştük. Bu yanımda dergahımızdadır, işlerle uzatmaya çalıştı. Biraz kardeşim, her bu yolu kesende Sırat kardeşimizin dediği söz var idi. Belki bu yerlere bir de gelmedim. Ben 50 milyonluk Azerbaycan xalqının gözüyle baxıram. Bizim üçün ilin hər günü bu adlanan işğal günü. Deyən qardaşımız tarixə qovuşub. Allah valideynlərinə səbir versin. Allah özgür balamıza. Atasının torpağı sana sağlıqlı, sevinçli ömür nəsib eləsin. Allah abiş kardeşimize de sağlık versin. En azından özgür balamızın oyun edip nəticə oynasın. Her biri şəhidlərin bizim üçün əzizdir. Her biri doğmadır. Biz bu torpaqlara bunların sayesinde gelmişik. Erməni vandallarının vəhşiliyini, 30 illik vəhşiliyini dünyaya çatdıran ve çatdırdığı dövrdə də şəhadətə qovuşan Sırat qardaşımız məkanın, məqamın uca olsun, ucadır. Bizlər də uca tutmağa çalışırıq.